Salam, hər vaxtınız xeyir olsun, dəyərli abituriyentlər, müəllimlər. Necəsiz, ümid edirəm, yaxşısınız. Nəysə, siz artıq öyrəşmisiniz deyə düşünürəm. Sabahki imtahanla əlaqəli bu videonu hazırlamaq qərarına gəldim. Sabahki imtahanla bağlı çox dərin təəssüratlarım var və həyəcanım var. İnanın ki, o qədər öz uşaqlarımın xüsusən həyəcanını çəkirəm və bir nəfər özünün həyəcanını çəkirsə, mən bir müəllim olaraq 30-40 nəfərin həyəcanını çəkirəm və çox-çox həyəcanlıyam. Anama belə deyəcəm ki, yəni dua eləsin mənim şagirdlərim üçün. İnşallah hər şey yaxşı olar, hər şey ürəyinizdə olar. Öz şagirdlərimdən böyük bir qismindən razıyam. Arada narazı qaldıqlarım da var, onlar da özləri bilirlər niyə narazıyam. Ancaq ki, hamısına uğurlar arzulayıram, öz şagirdlərim başda olmaqla. Sabah imtahan verəcək bütün şagirdlərə uğurlar arzulayıram. İnşallah özünüzü doğruldarsınız. Birinci özünüzü, sonra valideyninizi, ən sonda da məni xoş təəssüratlarınızla, şad xəbərlərinizlə sevindirərsiniz. Mən inanıram, xüsusən şagirdlərimizə çalışmışam ki, din əsaslı mənbələrdən istifadə edərək nələr düşə bilər, hardan sual düşə bilər, sizi hardan vura bilərlər. Bax, bu cür məsələləri nəzərdə tutaraq dərs keçin. Və ümid edirəm ki, onlara keyfiyyətli bir dərs təqdim edə bilmişəm. Şükür Allah, birbaşa narazılıq edən olmayıb. İnşallah ki, bundan sonraki fəaliyyətimdə də kimsə gəlib deməz ki, validə, sən pissən. Yəni, həqiqətən deyən olmayıb üzümə. Qıraqda danışıla bilər, ancaq üzümə deyilmədikcə mən bunu haqlı bir irad saymaram. Düzdürmü? Nəysə. İnanıram ki, sabah şagirdlərimiz özünü doğruldacaq, o qədər həyəcanlıyam. İnanıram ki, hər şey əla olacaq. Çünki həqiqətən hər bir çətinliyi gözə alıb o imtahana hazırlaşmışıq. Hər birinizi bağrıma basıram. Sağ olun.